Əziz həmvətənlər, 2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Bu il biz şanlı zəfərimizin 5-ci il dönümünü böyük fəxarət hissi ilə qeyd etdik. 5 il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi zəfərimiz bizimlə əbədi olacaq. Biz 30 illik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Biz Vətən müharibəsindəki zəfərimizdən sonra yorulmadan bu zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək üçün və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim zəfərimizi qəbul edir və bizim haqlı olmağımızı əyani şəkildə görür. Bugün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar və təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Böyük qayıdış proqramını uğurla icra edirik və bugün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. 32 kənd, qəsəbə və şəhərdə keçmiş köçkünlər yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır. Əziz həmvətənlər, mən sizi bir daha Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. Yeni il bayramı münasibəti ilə təbrik etmək istəyirəm. Dünyada yaşayan bütün Azərbaycanlılara, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun.